Page 17, exercise 1. Copy the table in your notebook and complete the sentences from the dialogue. Use the phrase below. Aşağıda olan cədvəli dəftərimizə köçürürük və cümlələri tamamlayırıq. Dialoqdan olan cümlələri tamamlayacaq və aşağıda olan frazalardan istifadə edəcəyik. Always get və never go. Gəlin baxaq. How often do you go to the shopping center? Yəni, tez-tezmi shopping centerə gedirik? I go to the shopping center every day. Mən hər gün shopping centerə gedirəm. I go to the shopping center every weekend. Mən hər həftə sonu gedirəm shopping centerə. I go to the shopping center once, twice a month. Mən shopping centerə ayda bir və yaxud 2 dəfə gedirəm. I never go to the shopping center. Mən heç vaxt getmirəm. Burada kənarda ox işarəsini görürük. Orada bizdə 0% və 100% ilə bildirilib. Yəni 0% olanda artıq never go olmalıdır. Ona görə burada never go yazırıq. 100% olarsa isə always get olacaq. Sevil, you always get lost. Sən hər zaman yəni itirsən, yolu tapmırsan. I often go to the cinema. Mən tez-tez sinemaya gedirəm. I sometimes go to the sports center. Mən bəzən idman mərkəzinə gedirəm. I never go to the cinema. Mən heç vaxt sinemaya getmirəm. Let's look at exercise 2. Put the words in the correct order in your notebook. Bu tapşırığımızda cümlələrimizin sözləri qarışıq şəkildə yazılıb. Biz onları düzgün cümlə şəklində qurmalıyıq. Birincidən nümunə verilib. I always go to the bowling alley with my friends. İkinci cümləni kənardan yazmışam. Leyli sometimes hangs out with her friends at the shopping center. Deməli, sometimes işlənib mübtəda ilə xəbərin arasında. Daha sonra üçüncü cümləyə baxırıq. My sister often watches TV in the evening. Mənim bacım axşamlar tez-tez televizor izləyir. Dövrə baxırıq. My friends never go to the skate park on Wednesdays. Mənim dostlarım heç vaxt skate parka 3-cü günlər getmir. My brother and I always play volleyball at school. Mənim qardaşım və mən həmişə məktəbdə voleybol oynayırıq. Bax, tapşırıq 3. Write questions in your notebook with how often using the words phrases in brackets. Mötərizədə olan söz və ifadələrdən və how often-dan istifadə edərək sual cümlələri yazırıq və onları dəftərimizə köçürürük. Gəlin baxaq, nümunə verilib. How often do you go to a restaurant? Tez-tezmi restorana gedirsiniz deyə bir sual verir. İkinci cümlədə yenə how often yazmalıyıq. Struktur eynidir. How often do you mötərizədə olan feillərdən istifadə edirik. Hang out the skate park. İkincidə watch films yazılıb. How often do you watch films? 4-də play basketball yazılıb. How often do you play basketball? 5-də drink orange juice. How often do you drink orange juice? 6-cı cümləmizdə go supermarket. How often do you go to the supermarket? Exercise 4. Work in pairs. Ask and answer the question from exercise 3. Use adverbs of frequency in your answers. Cütlər şəklində işləyin və tapşırıq 3-dəki suallara cavab veririk və zərflərdən də, zaman zərflərimizdən də istifadə edəcəyik. How often do you go to a restaurant? Restorana tez-tezmi gedirsən deyə sual verir. I go to a restaurant once a month. Mən restorana ayda bir dəfə gedirəm.